Hamıya salam dostlar, sizinlə mən Şengulu. Bugün sizlərlə Minecraftda açılıb bağlanan şey düzəldəcəyik. Qapı, yəni o gedmişsiniz də, belə otellərə zad edənlər olub. Qapıya yaxınlaşan kimi qapılar ucunda açılır ha. O cürə bir qapı düzəldəcəyik. Evet, düz. Dostlar, bu videoma görə like atarsanız və kanalıma abunə olursanız və aşağıda yorum yazarsanızsa çox sevindirirsiniz mənə dostlar. Saat özdə bircə çəkirəm videonu. Doğru, indi atmayacağım videonu. Aydın bir daha bunu söndürüm. Özə shader pack ilə çəkirəm. Baxın. Beləcə lap qəşəng olsun. Maraqlı. Shader pack. Bunları söndürüm. Yoxsa video çox kasacaq. İndi kasmır. İndi nə edirik dostlar? Başlayaq. İndi ilk öncə alətlərimizi götürək, əlimizi, itemlərimizi. Redstone. Yapışqan piston. Sonra bir dənə qırıq basamaq de, bunlardan da var, bu yarım taxta blok götürürük. Mən bundan götürüm. Qapıya nə qoyacaqsın onu, divara nə qoyacaqsın onu. Yəni deyəcəm sizə qapı nədir? Ondan sonra da basamaq götürürük. Daş, taxta, gold fərq yoxdur. Mən daş götürürəm. İndi nə unutdum, indi bilmirəm. Tapıb təzədən qoşaraq nə edirik? 2 blok belə qazırıq. 2 blok, 4-lü qazırıq. 4 qazdıq. Sonra 1 blok buradan qazırıq. 2 yəni. Bu blok 2 ya. Bir də buradan. Bunlar nə olacaq? Sonra içlərini redstone-la bağlayırıq. Baxın. Ondan sonra 1 blok belə, 2 blok da belə gedirik. Bura qumqu, yox, arkadaşlar bir yerdə səhv elədim. 2 blok gedəndə deyəndə ki, 1 blok gedib buranı qazmırıq. Çünki bunun üstündə redstone olacaq, yapışqan piston. Təzədən buraya elədiyimiz kimi 2 blok qazırıq və bir dənə də bunu qazırıq. Üstünə redstone qoyuruq, burada qoyuruq. Ondan sonra əlimizə götürürük. Redstone torçu, yox, redstone deyək ki, ilk öncə buranı bağlayaq. Yeri ilə bağlayım. Otla bax, buraları bağlayırıq. Bax, buraları bağladıq. Dost sözdə buranı deyirəm. Biz nə üçün buranı deyirəm? Evin içindən də bayıra çıxmağa yer qoyaq da. Burada həmişə olsun kimi arxana bağladıq. Onun kimi deyirik və buranı bağlayırıq. Burada. Sonra qapını qoyacaq. Qapı var, bu 2 blok qapı qoyuruq. Bu qapımız olacaq da. Sonra redstone-un bələnçə var, bunu qoyub bunu qırırıq. Bu cür olacaq. Bir dənə də belə qoyuruq. Hamısı qapıya tərəf baxmalıdır ya. O önəm verir. Sonra bura torç qoyuruq. Görsünüz biri açıldı. Biri nədən açılmadı və ona diqqətli baxın. Biri açıldı. Üstünə istədiyiniz var. Hər hansı bir blok qoyanda gözü olsa da açılır. Sonra buranı da həmişə kimi edirik. Belə bunu qıraq. Bura qoyaq. Redstone torçumuzu bura qoyaq. Taxta bloku da üstünə qoyaq. Evet, açıldı. Ondan sonra buranı bağlamaq istəyirsinizdən bir ilk öncə lazımdır. Buranı bağlamaq istəyir, nə eləmək istəyir, öz problemimizi istəyən eləyər. Mən bir dənə belə, hələ belə bağlayayım. Video yaxşı çıxsın da. Ya, buraları hızlandırardım, ya da hızlandırmayayım. Belə sizlərlə deyim, mən bunu eləyənə qədər video dayandırıb, like və abunə olursanız mənə çox sevindirirsiniz. Və videonun axırında da yorum yazın. Xahiş edirəm, yorumlarınızı yazın. Bağlayaq, belə qəşəng görsənsin. Burada tez hələ qutarmamışıq. Bunun üstündə qaldı. Üstündə bağlayaq. İndi görün nə qəşəng şey olacaq bu. Deyəcək, nə yaxşı, mən survallarda həmişə bunu eləyəcək. Bunun fərqi var. İstəyirsiniz bura eləyin. İstəyirsiniz bura qoyun. Mən indi bura yox, işıq durması üçün bura qoyacağım. Bunu da həmişə kimi eləyirəm. O bir qazma onun üçün. İndi baxın. Bu gün məsəl üçün ev olaraq fikirləşin. Bunun arxası evdir. İndi mən ev eləmədim də. Çox uzun gedər video. Buradan gəlirik, basamağa baxan kimi qapılar açıldı. Çıxan kimi qapılar bağlandı.
Əgər bir bloka bassaz, hansı bloka basma fərqi yoxdur. Saçdım onu dedim. Baxın, qapılar açıldı mənim üçün, bağlandı. Dün arkadaşlar beləsinə bir modelinə bir ev qapısı eləyə bilərsiniz. İstədiyiniz blok qoya bilərsiniz bura. Yaşıl blok, ya ot, çimən kimi şeylər var. İstədiyiniz şeyi qoya bilərsiniz də, onu deyim sizə. Bura qədər dostlar, bir videonun daha sonuna gəldik. Videomu bəyəndiyseniz like və yorum atmayı və abunə olmayı yadınızdan çıxarmayın. Nə qədər abunə olsanız, like atsanız beləncə videolar çox gələcək, onu deyim sizə. Yorum da yazmayı yadınızdan çıxarmayın. Arkadaşlar, necə var elə eləyim mən. Bax, video axıracan baxın. Beləncə videolar tez-tez gələcək. Like və abunə olsanız, lap çox gələcək beləncə videolar. Sağ olun. Başqa videolarda görüşənə qədər.